verilişin sponsorları Ruski Vkus, Karella boyaları, Əla tumları, Smart ayaqqabı təmizləyiciləri. Ayşəmi, polislər şoşuna burada nə vaxt çıxacaqlar, nə vaxt bıraxacaqlar? Nə bilim nə vaxt çıxacaq, nə bilim sən də elə suallar verirsən ki, bir tərəfdən düzdür, yaxşı oldu ki, bu girdi bura, ikinci tərəfdən də baxma da, indi xala oğludur. Elə yaxşı oldu, düz deyirsən, qoy ağlı başına gəlsin. Bir də ki, sən o boyda Şəmi müəllim, gözəli o boyda bölmədə sənin bir dənə tanışın yoxdur. Nə inirəm mən buradan tanışaq saqqal? Necə inirəm? Get icazə al, girim içəri, onun necə döyürlər, çəkim, qoyaq YouTube'a gülək. Kimə, şöşnü? Sən elə qox ki, şöşü orada cahamatı döymür, giz danışma. Səmi, eşsən, beynimi xarab eləmək gəlsin çıxaq yerə, şöş kimdir mən, ona görə oturmuşam. Bəli. Şöşü mənim xalam oğludur. Gör verirlər, tanıyarlar mən. Salam, bu nədən mənim başıma çıxsan, sən? Şöşsən sən. Çox heyf ki, səni buraxdılar, çox heyf. Nətər oldu, nə qədər? Nətər olacaq, salıblar 4 nəfər düşüb üstümə, mənim də əlim qandallı. Biri o yandan, biri bu yandan, axırda nervləndim, qandalı qırdım, dedim nədir? Yalan deyil. Bir gəlin pişik kimiyəm. Yalan deyil, qandalı qırmaq olar. Telefonunuzda çəkmirlər. Yox, nə telefon? Adımız sanımız var ha bizim ha. Yox, şöşəl oğlan döy. Ağlın başına gəldi mi indi? Sən xaloğlu döysən, başa beləsin. Əcəb oldu sənə, əcəb oldu. Şoşu, içəridə səndə necə oldu? Hələ nə sual belə cavab verirdi? Yoxsa incitdilər bir sənə? Bir danış da. Nə gic suallar verirsən, içəri nətər olacaq? 4 dənə kraskasız divarda, bir dənə də sarılan püşka. Eşdirsən, içəridə qışqırardım, sonra da durmuşuq da, bir səsini eşlərdi, eləyərdik, Bu qədər hələ ağıllanmayıb. Ora içəridir, ora xatadır, ayqa. Orada istəyirsən qışqır, istəyirsən bağır. Oradan səs volyaya heç vaxt çıxmır. Başa şükür, eşdirsən. Volya çıxmır, qışqırar neçə olmasa özün öz səsi eşidərdi. Yaxşı. Fikir verməyin ona, bu həm də yalancıdır. Mənə də nərd söz vermişdin, nə oldu? Dedin ki, üstündə ağsaqqalın şəkli olan bahalı nərd gətirəcəm. Hanı nərd, nə oldu nərd? Sıfırsan sıfatla, yalancı. Ağsaqqal adamsan, hərəkətlərinə fikir ver, tüfü nədir? İçəridə adamın bu söhbət üstə abasnavaç eləyib ağzından çıxan tüfünü ona yedizdirərlər, ağsaqqal adamsan, yerini bilə. Giz şeylər danışır, abasnavaç elin. 15 dəqiqə bölmədə oturmuşsan, özvel aparsa eləmiş 70 illik zəkdir. Yenə sıfırsan sıfatla. Düzdür də. 15 dəqiqə şey yatıb içəridə görəm belə. Bəlkə azad verdilər sənə, bilməmiş. Adı orada mən verim. Nərdim ver. İstikat. Nərdim istəyirəm. Mən nərdim istəyirəm. Oğlum, səssiz götürüb aləm, Düz deyildi, 15 dəqiqə Heç olmasa pəncərələri bağlayın, Bura holdingdir, kişi, bura holdingdir, ferma deyil. Şəmi, sən də qabaq ferma olub da burayı. Qabaqlar olub da, indi zatı holdingdir, kişi. O boyda şirkətdir. Mən burada hər şey istəyirəm ki, səliqəli olsun, səhmənli olsun, samballı olsun. Altda ofis var, yuxarıda ofis var, böyük şirkətlərdir. Mənə lazım da kimsə məni görəndə desin ki, ay Şəmi, sənin işçilərin orada özlərini apara bilmirlər. Oturub burada bütün günü giz dava salırsınız, səs-küy salırsınız, nə bilim yerə nələr atırsınız buradan. Qarpız qabığı, nə bilim kulyok, O mulok. yayda olub, indi qarpız var. Yayda atmışıq, indi gəlib deyirlər. Yalandan deyirlər. Nəzik kendi kim çəkir burada aramızda? Kim çəkir? Bu. Mən nəzik, mən də al. Sən pomada vurursan dodağına. Pomadalı nəzik kendi kim atır həyətə? Bu eləyir. Hacam verdin onu. Hacam. Bu tədə kimdir? So, indi istəyirəm hamının üzündə bir təbəssüm yaransın. Hamı bir təbəssüm, iş gedir. İstəyirəm sizi bizim yeni işimizlə, holdingimizin yeni uğurları ilə sizi tanış edeyim. İlk növbədə istərdim, bax bu menyularla tanış olasınız. Bu nə da Şəmi? Buyurun, hərə bir menyu götürsün. Bugündən etibarən... Mənə bir dənə də. Bəli. Bugündən etibarən Şışı Company Məhdud Məsuliyyətli Cəmiyyəti LTD Plaza artıq yeni bir işə başlayıb. Bu işin də mahiyyəti nədən ibarətdir? Bizim yeni şirkətimizin adı deməli Axirət klubdur. Axirət klub yaşların səviyyəli şəkildə təşkili deməkdir. Biz təbii ki, bizim konkurentlərimiz var. Bizim burada rəqabət böyük olacaq. Amma mən istəyirəm ki, peçatın qoyum və Azərbaycanda Yedinka yaşların təşkili xidmətini öz üzərimə götürüm və yeniliklər eləyim. İndi Şəmi, bax bunları eləmişsən deyirsən. Bəs bizim fərqimiz o birisilərdən nə ilə olacaq? O birisilər indi haradasa güya indi yeniliklər eləyiblər də. Nə bilim, kondisioner qoyurlar yaşlarda, nə bilim, biri tualet gətirir, düzür qoşur, biri nə bilim orada menyular eləyir, zür əvəzür, neçə manatlıq, nə bilim, lülə kabab verilir. Amma bizim şirkət artıq yeni bir
kreativ üsula əl atıb. Biz yaslardan ağa eləcəyik. Biz menülərlə tanış olun da, yəni menülərlə tanış olun. Bəli, bizim palatkalarımızda yeniliklər ondan ibarət olacaq ki, bizim Wi-Fi-miz olacaq. Bəli, bütün palatka boyu özdə parolsuz, şifrəsiz Wi-Fi-miz olacaq. Daha sonra hər masada hər kəs üçün ayrıca planşetlərimiz olacaq. Planşetlər də nə üçündür? Siz sual verə bilərsiniz, nə üçündür? Nə üçün? Ay sağ ol. Mollalar darıxdırıcı söhbətlər eləyəndə oradan istənilən şəxs planşetə, internetə girə bilər, oyunlar oynaya bilər. Misal üçün yeni oyunlar Need for Speed kimi, ondan sonra Ferma kimi oyunlar yazdırmışıq. O var qoyun quzu. Bəli, bəli, yeni oyunlar yazdırmışıq. İstənilən şəxs girə bilər ora. Daha sonra yeniliklərə bir baxın siz. Mollanın arxasında indi çox adam xalça eləyir, üstünə pambıqla yazdırır. Amma Şəminin şirkəti olduğu üçün mən daha bir yeniliyə imza attım. Bu da nədən ibarətdir bu yenilik? LED monitorlar quraşdırılacaq yaslarda. Nə varıq sana Şəmi? Bəli, mərhumun şəkillərindən ibarət love storylər gedəcək dalda, ondan sonra müxtəlif fotokollajlar olacaq. Ağsaqqalı, yas verir. Ağzına gələn danışırsan, ağsaqqal, bəs qutar da. Şov proqram nədir? Mən burada Ne oldu? Monitor zat. O boydan kalyan uşaqlığı yemek tutar, yok. ağsaqqal da. Ben şov dedim pis yanında. Daha sonra isə bizim yasların daha bir yeniliyi ondan ibarətdir ki, istənilən şəxs Bəli. ilkin ödənişsiz, faizsiz kreditlə yasları təşkil edəcək. Bəli, süper. bəli. Adam laf ölmək istəyir. Adamın ben yok indi kim İnşallah sana? ağsaqqal. Adamdan sənə nə gəlir? Çox ölümünə söhbət. Eşidirsən? Stalişli salat, bir də bir pors aş verərsən mənə. Hə, yaxşı ki, biz danışma, şöşü. Haydi. Bu bizim vizitkalarımızdır. Götür, yarısını Bana da, verəm sənə. bana da, bana da. Allah, biraz sənə, biraz sənə. Fəlakət, sən də Bir də götür. kompot verərsən. Hə, götür. Öz evinə Şöşü. paylayarsın. Biz getdik klient yığmağa. İndi dostlardan, tanışlara bu vizitkaları paylayıb. Reklam işindən məşğul ol. Şəmi, o bayaq aş dedim ha, o aş qalsın, qreçka verərsən mənə. Hiç danışma, gəl. Ölümünə söhbət ya. Vay vay vay. Ha? Benim hoşuma geldi. Şəmi müəllim, Hə. çox sağ olun ki, mənə zəng vurdu, çağırdı bugünkü görüşə. Bəli, sağ ol. Sizə mənim təşəkkürüm var. İndi xoşluqla mənim pulumu verin, çıxım gedim. Ha, bugün də pul başladı. Sənin nə qədər borcumuz var? 500 min manat. Bu 500 mindir də, bu 600 mindir, 700 mindir, 800 min. 500 min də verəcəyik də buna. Niyə xırdaçılıqlar eləyirsən sən? Bu mənim əlimdə öləcək. Aşağıya qurban olun, vermirsiniz axı. Mən sizə gül kimi orqanlar qoymuşam, düzdür, maşallah, maşallah, bık kimi. Hə. Xoşluqla verin də. Gərək gedəm çıxam əzböb körpüsünün üstünə. Bir qulaq as, bir qulaq as, bir söhbətdə də gör nə deyirəm də. Bay, ay qılma. Hə. Biz Şöşü ilə bir yerdə, Bəli. yəni bizim şirkət, Aha. Axirət Klub adlı yasların xüsusi təşkili bir servisini yaratmışıq. Buyur. Ay sağ ol. Buyur. Yəni yaslar zətlər təşkil edirik də özdə. Hə. Mən bildiyimə görə sənin o xəstəxananla üzbəyüz qəbristanlığın 90%-ni sən doldurubsan. Mən doldurmuşam. Yox, mən doldurmuşam, nə mənada? Mən nə qayra bilərəm, sənə qurban olum. Hə. Mən də öləm, sənsən. Hə. 38 dərəcə qızdırma ilə gəlir mənim üstümə ki, qılman, sənə qurban olum, ölürəm, mənə yerdən götür. Vay. 38 ilə gələnə mən nə qayra bilərəm, hə? Sən döysən mənəm, dinən də. Nə qara bilər. Nə qayra bilərəm? Heç nə. Ay, biz də elə onu deyirik də, ay qılman doktor. İndi işdir, işarətdir. Sizin xəstələrdən hansı öldü? Sıraz götürürsən, bizə zəng eləyirsən. Bizim kampaniya onun yas mərasimini həyata keçirir. Oradan 50-50-yə sən də qazanırsan, biz də. Həm də borclardan silirik, fisoda çıxdı get. Nə istəyirsən? Onda mənim sizlə bir də şərtim var. Hə. Mən bir də bu yaxınlarda bir də əlimdə ölü ölüb. Aha. O qoyublar mənim boynuma. Qoyublar boynuma ki o yası. O yası verin, sağlam ol. O yası verin, o 500 mindən 5-10 manat çıxaram da sizə. Ey, yaxşı yadıma düşdü. Ey, sən nətər həkimsən? Sən bu cəhamata nə qayırırsan, nə edirsən? Ay, sənin 10 dənə xəstəndən 9-u ölür. Bu nətər olur axı? Mənlik burada heç nə yoxdur. Nətər heç nə yoxdur? Cəhamatı qırırsan. Ay, yoxdur burada heç nə. Əhali azalır, xəbərin var. Ay, deyəm də nə? Keçən dəfə bir dəyə qız gəlib Şəmi, mənim yanıma. Bırım var ha, bu boyda. yavaş gözümə girdi bu. Belə eləyir bırını. Qulaq as. Ağzını açanda mədəsi görsən. Vay. Başda bir dəyə tük yoxdur. Məndən 5 betər keçəldi. Nə gündə? Nəyə qayıdıb ki qılmaz? Səyə qurban olum, ərim nə xəyanət Aha. edir? Nə biraz əl gəzdir. Ha, ərim. Nətər yəni? Əl gəzdir deyə mən remont elə, figuram olsun da gir, hə. Mı saldım içəri, Aha. başladım ma əl gəzdirməyə. Aha. Hə. Ma bir də dodaq qoymuşam silikon, bax belə. Dodaqlar belə. Qızlar Instagramda zətdə belə şəkillər zət çəkdirmirlər onlar. Şəkil belə eləmir. Hə. Mı boyda dodaqlar qoymuşam. Yapışdın ha. Qoparmırsan. Ay, o silikon. Silikon. Ma. Şəmi, ma bir də sinə qoymuşam da. Aha. Belə gəlir.
Pavorotu dönəndə sinə özündən qabaq gedir. Var deyil. Həvəsə zada düşərsən deyən görək. Hə, o deyirəm də. Figura super şəmi. Adam arvadından boşanıb mıy almaq istəyir. O dərəcədə Nətər adam. Sən can üçün. Mı mənim yanımdan çıxar, yolla gedəndə əgər elə bilər ki, başqası deyil, mıya bir də siqnal, gəl otur səni aparım öyə. Mı otuzurup öyə aparanda görər kim? Kim? Valla mığın arvadıdır bu. Götürər barda çoktan balta, bu 3 dənə yerə bölər. Nə danışırsan? Yası qoyublar mənim boynuma. Ki mığın yasını sən ver, sənə görə sən mığın belə eləməsiydin, o belə o məhv eləməz. İndi mənim bağa verir. Onda gəl belə eləyək, Qılman. Mənim talihim acınacaqlıdır. Gəl belə eləyək. Sən gedirsən bizim o yeni yaratdığımız Şışı Holding Məhdud Məsuliyyətli Cəmiyyəti Company Ltd Plazaya. Ay. Yəni bizim ofisə gedirsən də, ora Hə, nə gedirsən. deyirəm ofisə, Gəlirsən hə? ora, Hə. Fəlakət bizim marketinq müdürümüzdür. Bu fəlakət, o gic, o hə. Yaxşı. Yaxınlaşırsan ona, bütün sifarişlərini verirsən, Ha. hər bir şeyini yazır, eləyir. Ha. Sən özdəki bax vizitkanı da verim. Ala, bu da vizitka. İşte birdən də nəsə oldu, buna oxşar bir şeylər, zatlar oldu. Ha. Zəng elirsən, sənin borcunu oradan silirik, işləyirik də. İşləyirik də qardaş. Mən 50-50-yə də onda mən. Hə, rəhmətə gedən olan kimi zəng elə bizə. Mən düzdür, çaydan zaten bir şey yerdim. Get, Şöşülə söhbətim var. Get. Mən 500 min dolarım nə oldu? Söhbəti. Yaxşı, bildim də, Bizə söz dedik bildim ki- də, mən bildim də, mən Hədinə pulumu sütürək. Ay salam mələkü, salam mələkü. Ay kimləri görürük? Aftoş qardaşlara eşq olsun. Eşq Salam olsun, mələkü. eşq olsun. Fəxrlərimizsiniz siz hamınız. İnanırım. Bax hər dəfə YouTube'da sizə baxanda, YouTube'da sizin o hoqqalarınıza, zadınıza baxanda deyirəm ki, bax gör maşını nətər sürürlər. Bax gör necə səliqəli sürürlər. Necə qəşəng sürürlər. Oğul deyil bunlar, oğul. Hə. Aftoş qardaşlar, sağlığınıza Şəmi ilə Şöşü Axirət Klub adlı yeni yas mərasım məclisi açmışıq. İndi özünüz bilirsiniz də yaxın dostlara, tanışlara vizitkalarımızdan veririk. Paylaş Şöşü, yəni paylaş. işdi, işarətdir. Birdən 2 təkər qaldırmaq istəsəniz, gördünüz ki, yox, 2 təkər yox, 4 təkər qalxıb göydəsiniz. Yaxın qohum, əqrəbə, dost, tanış, kimlərəsə vizitkanı ötürürsünüz, biz gəlirik. Sizin yas mərasiminizi nə tər lazımdır, belə full yerinə yetiririk. Özdə bizim Axirət klubun xüsusi bir kampaniyası var. Bizim Aftoş qardaşlarımız üçün. Bizim klubda yas mərasimini keçirən Aftoşun qəbrini biz xüsusi olaraq, yəni digər qəbirlərdən fərqləndiririk. 4 barmaq qaldırırıq göyə. Belə qəşəng görünsün də qıraqdan. Super görünsün. Ondan sonra bizim hələ xidmətlərimiz çoxdur. Hələ 4 barmaq nədir? Şəmi ilə Şöşünün adından 07-nin 2 təkərinin qaldırılmasının şəkli biz tərəfdən hədiyyə. Bəli, hələ bonusumuz da var. Ay kişi, bonus. Bonus, nə bonus? Deməli, qəbrin yan yörəsini 30 manatlıq Kitayski Xenon faralarından gecələr işıqlandırılması biz tərəfindən sizlərə hədiyyə olaraq, yəni bax belə. Bundan artıq nə istəyirsiniz? Bundan artıq nə lazımdır sizə? Hələ plus bir dənə də bir şey, indi siz qardaşsınızdan yaxınıq. Əgər nağd ödəmə imkanı olmasa, onu bölərik, kreditlə də həll edərik. Siz narahat olmayın. Yaxşı? İndi yerdən sizi kim götürsə, bizə bir dənə zəng gəlir. Salamat qalın, ehtiyatlı Sağ olun. olun. Hə. Özünüzə yaxşı baxın. Davay. Yavaş sürün ki, qoy heç nə olmaz. Ay gəl, Şöşü gəl, hələ gedəsi yerlərimiz var. Gəl. Ana Ayşe! Ana gel kömeğine de yıkar bunları sırayla da. Oturup tüm gün telefon kurtlarını... Şirin, məsləhətli kraskalarına nə var? Bu ne sual lan məsləhətdir? Karelladan başqa nə məsləhət ola bilər? Gəlin sənə kraska verin, bayağı da şoşu gəldi apardı. Daşı deyin, cəmaat daşı, qırğındır bu kraskalar. Şoşu buradan alıb onu? Hə, bayağı. Hə, gedib məni biabr eləyib, məktəb qalmayıb, divar qalmayıb, hər yerdə götürüb mənim saytımı yazıb. İndi mən də təzədən kraski ilə götürüb gedib onu abratını siləcəm. Ana yaxşı yazıq, yaxşılıq verib də reklam sənin üçün qoy yazsın da. Hə, nə reklamda? Ay kişi, mən saytımın təqdimatını bilsən kimləri çağıracaqdım? Kimlər? Dimati, Tarkan, Dima Bilan, Değil mi Bilan? Ay Bilan, ay Bilan. Gör kimlərin konsertinə gəlir. Bilana baxın. Ay Bilan. Verilişin sponsoru Karella Boyaları. Aksaqqal, aksaqqal. Rus dilində bilirsən? Ha, Россия nömrəsini götür gör nə deyir, zakaz verirsən. Alo. Да. Здравствуйте. Да. Есть, есть. Все сорты колбасы есть. Есть.
Servelat есть, украинский есть, заказная есть, охотницы, докторский, любительский, любой вид. Есть, сосиска тоже есть, Selskaya. сельская есть. Ruski vkus. Da, все özümüz sami tуда sattırılma. Да, я извиняюсь, как вас зовут? Галя. Очень приятно, Галя. Пожалуйста, чечились. Varonlu doktorski kalmasın. Да, kalmasa. Да, Галя. Галя, у вас WhatsApp есть? WhatsApp. Да. Sasiskalar. Да. У меня Porsche есть. Да. Я позвоню, напишу, я сам напишу. До свидания, Галя. Целую. Ne diyor Kaçın, aksakal? koruplu zakaz var. Kalmasalar gelir Moskva'ya. Hele belki üstünde ben de gittim. Kalmasa. Verilişin sponsoru Ruski Vkus. Fındık, şişmiş. Kaçın. Kalma var ne yok. Sağ ol. Tedarik görəm, al verilirəm. Qoz, fındık, onları katıştırırsan balla, vurursan bedene. Olursan 11. sınıf yağı. Aksakal. Sen çəkmədin də bu qozdan fındıqdan. Neçə yaşın var? Utanmırsan əsəniz. Aksakal. Bak bu. Əla tumlarını görürsən. Bak mən də almışam. Fəlakət bunun içindən maşın udub, xəbərin var? Maşın. İçindən bilsən nələr çıxır? Rüşqa, plamastik, xaladelnik, toz soğan, ayət, elsabet. Mənimdir. İkisini götürəcəm. İki dənə də. Mənim. İki dənə götür. Verilişin sponsoru Əla Tumları. Felaket müəllim. Bəli, eşitdim, hə. Felaket müəllim nətərdir? Yaxşı, get sonra gələrsən, yeri. Ha o demirəm, ne deyirəm, nətərsən, vəziyyətin nətərdir? Sən nə bilim nətərsən, öldürmüsən, sənə gic suallar versən mənə. Ha mənim ləhcəmdə deyirəm, nətərsən, nətərdir? Yaxşıyam, get sonra gələrsən, yeri. Ha mənimlə mən nətər danışdım. Ha mən Şəmi müəllim göndərib. Gişsən, Şəmi müəllim göndərib, mənim yanıma nə gəlmisən? Gişsən, başı çatmır səni. Beynini xarab etsin, iş görürəm burada Ha gördüyüm. sən yanıma göndərib də qılman doktora, nəyə göndərib sən yanıma? Hə, mənim yanıma, oxsan. Ay sağ ol, bu dinləndə bir saatdır, nətərdir? Nətərdir? Yaxşıdır. Yaxşı olasan. Mənə bax, mənə göndərib sənin yanıma ki, səndə yas menyular var. Hə, yasa görə gəlmişsən, xeyirli olsun. Eşidirsən məni? Nəylə tanışdın? Bizdə yaslar var, bir sürü yaslarımız var. Hə. Bax, 10 manatlıq da menyumuz var. Ay, 10 manatlıq. 50 manatlıq da menyumuz var. Gözəl. Bir də 100 manatlıq menyumuz var. 100 manatlıq. 3 dənə menyumuz var. Ha bu qiymətə yas olar. Yormur, olur. Ay, ölmək, yaşamaqdan baha başı gəlir mi? Hə, o da düzdür. Mən bu neyirəm, mənim ölümdən çıxarım çıxır. Sən mənə biraz o qiymətləri biraz aşağı olan, 50 manatı dinən mən. 50 manatlığı deyim də sən. Bax, 50 manatda eşsən qılman doktor. Sezar salatıdır. Eşsən. Ay. Pizzadır. Sonra lahmacundur, pidedir. Hə. Sonra şarmadır. Bir də pişmaşkadır. Pişmaşka yazıblar da. Ha, pişmaq. Hə, pişmaqdır. Pişmaq deyil o. Bu 50 manatlıq menyu aiddir bizdə. 50 Yaxşı. Hə, 50 manat. Uy. Ay yox, mən burada peyna şou eləməyəcəm. Sənin başıma dönüm. Peyna şou deyil bu. Bu mənim ölüm. Sən mənə biraz o başqa menyu olan deyən. Hansı deyir 100 manat? Hə 100 manatlığı dinən mən, 100 manatlığı. O bayaq peyna şou dedin ha. Yox, yaz sat palçıq olacaq. Palatkanın için palçıq. O Allah'ın köfət deyil. Qoy sən 100 manatlıq menyu deyim, istəmən. 100 manatlıq menyumuz lap əladır. Bax mənim xoşuma gələn 100 manatlıq menyudur. İnşallah gələcək özümə də fikirləşmişəm 100 manatlıq menyu eləyim. Afişatlar bax mini yubkada olur, qızlar olur da hamısı. Mini yubkada qızlar olur afişatlar. Hə. Sonra deməli bu xaricdən gələn qonaqlarımız üçün qəlyan eləyirik. Greyfurtda, almada, ananasda, hamısını tütünün zadını artıq eləyirik. Yəni bunu qonaqlar üçün eləyirik. Hə. Sonra çayın əvəzinə maxito verdik. Sonra gör nə yazmışdıq bura. Şeyin əvəzinə, nədir, halvanın əvəzinə marojna verdik. Hə, dolğa zad vermirik, dolğanı yığışdırmışıq, onun əvəzinə elə bil ki, həci pivəsi verdik. Nol həci pivəsi verdik. Mən bu qədər şey istəmirəm. Dolğanın əvəzinə cheeseburger veririk, aşın əvəzinə sushi veririk. Nə istəsən 100 manatın içində nə istəsən öldüyün yerdədir. Mən belə istəmirəm, hə? Mən belə istəmirəm. Mən səfir qəbul eləmirəm, xaricdə. Səfir qəbul eləmirəm. Səfir qəbul eləmirəm. Mən bir sən nətər istəyirəm? Nətər istəyirəm? Mən istəyirəm biraz ucuz olsun. biraz Hə, biraz oradan 5-10 manat yığım, bir yer maşından zətdən göy nivə alım, sürüm də özüm üçün. Hə, pul yığım, biraz pul yığım. Həm də hörmətli menyu. Göy nivəsindən gişsən, get maşın bazarına. Nə beynimi xarab edib gəlmişsən. Görsən burada yasların emalı ilə məşğulam. Ha, maşın almıram, səndən deyirəm, mənə biraz ucuz menyu deyilən ki, 5-10 manatım qalsın, maşın
alım. Nə deyəndə başa düşürəm. 10 manatlıq menümüz var da qəşəng. Mənə deyən 10 manat. Sənədə məni danışdırsan 100 manat 50 manat. Deyən 10 manatlıq menüsün beynimi xarab edir. Deyən 10 manatlıq gül kimi menümüz var. Qəşəng saralmış göyərtilərimiz var. Eşitən saralmış göyərtilərimiz 4-5 yaşlı yola veririk, hələ ki qalır da. Saralmış göyərtilər var. Pendirimiz var orada, qəşəng pendir var. Bir də orada nə vardı? Bir də boranıdır, boranı veririk. Hə, boranı veririk, 10 manatlıq menümüzdədir. İkra da ikra veririk. İkra hələ bax, xoşuma gəlir. Badımcan ikrası veririk, badımcan ikrası. Onu əvvəlini oxumadım. Badımcan ikrası. Bir də eşitən, bu 10 manatlıq menünün üstündə bonus var da. Elə bir ki, o palatkanı biz qıraqlarını cırmışıq ki, gün vursun da, qıraqdan gün vursun. Hə, ekskluziv tonu deyirəm. Eybi yox, mən 10 manatlıq istəyirəm. Amma bir şey var ki, çörəyi özünüz gətirərsiniz də, çörək yoxdur bizdə. 10 manatlıq menüdə çörək yoxdur. Yaxşı, molla zat yaxşı deyirsən. Molla var, mollamız var, yaxşı mollamız var. Meyxana deyəndə indi bekarçılıqdır, gəl mollamız. Hələ mən meyxana deyəndə nə edirəm, başqası yoxdur. Başqa var, başqa reper deyən var, o test edir, başa düşmür. Yox, elə meyxana deyən. Meyxana deyən Meyxana deyən. 10 manatlıq yaxşıdır. Ver görüm nə çıxardıram oradan, bir deyəm mən. Nə çıxardasan, o mantıqda nə var, nə Bir çıxardasan? bəlkə əlavə orada çıxarışlarım olur. Al adana, al. Baba mən sənin üçün, baba bu turpu çıxart ya buradan. Yox, turp dəlisən, turpara çıxar. Qapalı yerdir, turpu çıxart. Turpu çıxar. Hə, turp. Bəlkə turp yaxşı çıxıb çöldə yeyib gələrlər. Yox. Yox, heç çöldə yeyib onsuz da içəri girəcək də bu. İçəri girəcək, onda turpu çıxardıram. Çıxartdın. Sür. Yox, yaxşıdır, bax bunlar mən yaxşıdır. getdim. Sən beh verərsən də, şəmiyə beh verərsən. Mən şəmiyə verərəm, getdim. O mantığı mən üçün yaz. Yaxşı, getdim. Sənin üçün olsun, sağ ol. Yaxşı, getdim. Getdim, o mantığı xoşuma gəldi. Yorulmayasınız. Yorulmayasınız, işiniz avanda olsun. İşte birdən işiniz avan olmasa nəsə də bir olur da indi həyatdır. Bədbəxt hadisədir. Ondan sonra nəsə bir başınıza bir iş gəlib eləsə, biz Şöşü ilə bir yerdə yeni xidmət açmışıq. Axirət klub yasların təşkili xidmətidir. Biz burada yüksək səviyyədə biri var VIP. Biri var VIP-nin VIP-si, başa düşürsən? Biz elə cür yaslar təşkil edirik ki, yəni Azərbaycanda bizə rəqabət aparacaq şirkət yoxdur. Yox, analogu olmayan bir şirkətdir bu. Biz elə menyular təklif edirik ki, burada ən bahalı şadlıq sarayında elə menyular yoxdur. Lüləsi, tikəsi, bastırması, bax, Şoşu dünənləri ovdan gəlib, çöl dovşanı, ayısı, bildirçini. hər bir şey veririk. Biz hər bir şey veririk. İndi baxıram, görürəm, kaskasız işləyirsiniz. Birdən də nəsə bir gəldi, düşdü, nəsə bir oldu. Siz bizim şirkətə müraciət edə bilərsiniz. Necə lazımdır? Necə lazımdır? Biz sizin qulluğunuzda hazırıq. İşte birdən bax gördünüz ki, nəsə bir bədbəxt hadisə, nəsə kranın altında gəzirsiniz, orada, burada. Heç narahat olmayın, ürəyinizi buz kimi saxlayın. Çünki Axirət Klub adlı yeni bir şirkət var. Sizin qulluğunuzda hazır olanlar var. Mən istəyirəm ki, bizim vizitkalarımızı paylayım sizə. Buyurun, buyurun, buyurun. Bax, bunu da bayaq biz oradan gələndə üçlük taxtanın üstündə yuxarıda bir dənə ağsaqqal bu remensiz, zatsız, strafukasız orada beton töküldü. Ona verin, ona şəxsən Şəmi Şoşu Axirət Klub Mərasim Evşallıq tərəfindən 80% endirim eləyəcək. Yəni bu asob ona çatdıraq. Narahat olmayın. Onlar da verin yaxın kiməsə. İndi olmadı elə oldu, belə qoy çatdırsın. Biz gələk, düz yerindən götürürük, son mənzilə kimi hamısını biz təşkil edirik. Bəli, özdə kredit də var ha, yəni unutmayın. Bəli, pol yadımdan yıxılır, ürəklə yıxılır. Ürək, gördün, daş gəlir, qaçma. Yan daşın altına. Fəlakət. Bu gün yasdır, yasa yığışmış. Bilən də xəbərim var, yas. Hamının görsən nastroyenisi yaxşıdır. Mənim də nastroyenim yaxşıdır. Xahiş edirəm, bax, mən cizgi şeylərlə, sözümün arasında elə şeylər eləmə. Yaxşı, söz danışıram, sözümü kəsmə. Asaqqa, sən canım, o səhərdən soruşmaq istəyirəm. Bu düz söhbətdir ki, bu mərhumə sənin qohumun olur. Yox, cizgi danışma. Sakin. Narahat olma, mən mani olan deyirəm, narahat olma. Yaxşı. Yasa elə bilsən ağsaqqal kimi apar, mərhum kimi. Bildim. Sən sakit ol, mən danışıram. Mənim səsim çıxır, narahat olmadan başla. Salam əziz məclis əhli. Bu günləri Səma bacımızın yas mərasiminə yığışmışıq. Mən bu məclisin bir mollası kimi, ağsaqqalı kimi əvvəlcə məsləhət gördüm ki, arvadlarla kişilərin mağarı eyni olsun. Ala mən çayımı ver də öldüm ki dayı. Ona lazımdır, mənə. Mən bir ağsaqqal kimi dedim ki, kişilərlə arvadların mağarı eyni olsun.
həm adam çox olardı, həm mehribançılıq olardı. Arvadlı kişilik bir-birimizə qaynayıb qarışardıq. Yaxşı. Mən istəyirdim ki, elə olsun. Amma məni bu Əmirzan kəndində çəkdilər qırağat ilə. Dedilər ki, ağzıma gələni danışma, öz başınalıq eləmə, elə şey olmur. Mən də qorxmuram ha. Mən də prosta öz başına döyürəm, ona görə belə şey eləmirəm. Həm də qohumdur da, narahatçılıq olar, qohumdur. Bəli, məclis davam eləyir. Bax, şəkildə gördüyünüz Səmanın şəkli sizi aldatmasın. O heç də elə qız deyildi. İndi bilirəm, hamınız ürəyinizdə fantaziyalar qurursunuz. Şəkilə baxıb, ürəyinizdə xəyallar fikirləşirsiniz. Bəziləriniz fikirləşirsiniz ki, çox heyf ki, mən onu sağlığında tanımamışam. Sözün düzü, mən də elə onun şəklini birinci dəfə görəndə çox heyfsəndim ki, mən onu sağlığında tanımamışam. Üzr istəyirəm. Bəli. Sən də burada karobkalara gətirib onları hara qoyursun? Saat heç kimə demə, mənim bagajnika maşına. Qara, ayrı, Bəli, get. Bəli. Hə, bu qızın şəkli sizi aldatmasın. O şəkildə başqa cür düşüb, özünün ürəyi başqa cür idi. Çox heyf, biz onu tanımamışıq. Ağsaqqal nətərdir? Sağ ol, hər şey yaxşıdır, hər şey gözəldir. Deyək səndən söz soruşmaq olar. Biz bu mərhuməyə saat 4-də qaldıracaq da, hə? Yox, 5-də, 5 saat 5-də. 5-də, hə? Mən özüm... Mən bax, üzr istəyirəm dönədir. Olmaz ki, bunu 5-ə işləmiş saat qaldıraq. Yox, 5-də, rovnu 5-də. Bu məclis davam... Başıma dönərəm, bir yer üzr istəyirəm. Olmaz ki, bunu heç olmasa 5-in yarısı qaldıraq da. Yox da, yox, saat 5-də, 1 saniyə, ora-bura olmaz, 5. Bəlkə deyirəm, bu 5-ə qalmış, saat eləyək qaldıraq. Yox da, saat 5 deyirəm sənə, 5. Nə olar ki, elə saniyə bə saniyə danışsan ki, elə bir raket uçurdurur. Nə olar ki, mənim 5-də aparışım var da, əlimdə işim var da, bazı. Nə olar ki, mənə yola verəndə? Bundan zəhləm gedir. Heç xoşum gəlmir də bundan. Sənə mən ondan çox hörmət eləyirəm. Sağ ol, Ağsaqqal, sağ ol. Həkim heç nə də bilmir, başı zadı çıxmır. Ağsaqqal eşitsən, Hə. sənə demək istəyirdim çoxdandır. Bu Qulman doktoru yoxdur. Hə. Mən ona səndən çox hörmət edirəm, biləsən də. Sağ ol, hələsən. Bax, düzdüyüm budur sənin, başın xarab. Sağ ol, sağ ol. Nəysə, sözüm onda deyil. Məclis davam eləyir, hamının əhval-ruhiyyəsi gözəldir, qəşəngdir. Birazdan əhvalatlar danışacağım, həyatda olan əhvalatlar danışacağım sizə. Maraqlı, gülməli, məzəli. Allah rəhmət eləsin. Allah əcr versin. O stola semşika verin də. Vermişsiniz sonra gəl məndən şikayət edirlər ki, bizim stola semşika vermir, darıxırıq. Salam Bölöküm, xoş gəlmisən. Sən get orada otur, indi deyəcəm sana qulluq eləyəcəklər. Yerdən yeri yox orada. Ay kişi, bir dəqiqə. Yaslara Nəzarət Komitəsindən Müşfiyyət müəllim. Hə, gəlib hanı? Gəlmişəm, özüm Hə, gəlmişəm. hə. Nəyə görə gəlmişəm? Bax bu yaslarda əlin yanına sal bircə dəqiqə. Hə. Yaslarda verilən görürsən mə bax yemək şəhəri görürsən, halvasıdır, göyərçisidir, Niyə görmürəm, görürəm. aşıdır, ləzzətidir, tikəsidir, hamısı. Bunlar israfçılıq olduğuna görə bizdən mübarizə aparırıq. Hə, başa düşdüm, başa düşdüm. Narahat olmayın. Sən kes orada otur, ya da o tərəf yaxşı. Get orada otur. İndi Şirinə deyəcəm, sana aş verəcək, doğğa verəcək. Narahat olma, ye iş, narahat olma. Yaxşı. Sağa deyəsən məndən çatmadı. Sağa deyəsən məndən çatmadı. Hələ o sizin o başda oturan mollaya bax. Kəpənə tutan oxşuyur. Səni də cərməliyəcəm. Səni də cərməliyəcəm. Eşidirsən? Əlini yanına sal, hə. Əlini yanına sal. O mollanı cərməliyəsən də, hə? Bə. Onun üstündə pulu yoxdur. Onun şəklini çək. Göndər evinə bankomatla ödəsin də, pulu yoxdur. Sən nə qanmaz adamsan, hə? Sənin bu stilə, bunun başına, bunun stoykasına, bunun imicinə, bunun stilə, hə? Sən nə qanmaz adamsan, sən nə yekəbaş adamsan. Mən sana nə deyirəm, sən mənə nə deyirsən. Heç utanmırsan, bunu bir baxışına bax, nə tərmırtlıyım, ha? Mən nə verirəm, elə bil mən ölmüşəm, üstümə qışqırsan. Mən nə deyirsən, de, o boyda adam var. Ged onu cərmələ, ölüb orada, ölüb xəbər də yoxdur, gedib ölüb. Mən lazım gələcək, sən rölümü də cərməli. Mən beynimi xarab edəm. Sən rölümü də cərməli. Mən beynimi xarab edəm. Ölüb cərməliyəcəm. Hə, oradalaşmıyor, hə, bax. Ölüb cərməliyəcəm. Deyirəm yeyərsiniz aş, deyirsən yox yeməmişik. Deyirəm aş verirsiniz, deyirsən yox verməmişik. Mən icraçıyam, icra. Mənim məqsədim nədir? Allah rəhmət et, keç. Bir dəqiqə üzr istəyirəm, mənə də qulaq asın. Bayaqdan qışqırırsan. Bax biz burada adam öldürməmişik, baş kəsməmişik. İndi yüngülvarı yasımız düşüb. Eysan paylayırıq. Bax sənin atan ölsə, gəlib cəmaatın qabağından yeməkləri yığarsan. Bəli. Yığarsan. Bəli. Ay atam rəhmətli. Bu söhbəti qoyduq qırağa. İndi yüngülvarı eysandır da. Ay kişi, ay qardaş, ay yoldaş, Allah rəhmət eləsin. Eşidirsən mi? Mənim məqsədim nədir? Mən icraçıyam, mənə qanun çıxıb, qərar çıxıb ki, get, yas mərasimlərində verilən
Görürsənmi? Balığıdır, lüləsidir, salam əleykum. Balığıdır, bir dəqiqə. Balığıdır, lüləsidir, tikəsidir. İsrafçılıq olmaz. Bunlar da bizim məqsədimiz nədir? Yığırıq, götürür, yaparıq kimsəsizlər evinə, uşaqlar evinə, qocalar evinə. Bəli, olmaz. Sən bir dəqiqə gir içəri bax. Hamısı orada kimsəsizdir. Birinin atası köçüb Moskvadan adam. Salam Allah əleykum, rəhmət Allah et, rəhmət keç. eləsin. Birinin anası qaçıb qoşulub nə bilim qonşu ilə keçib. Hamısı kimsəsizdir. Mana mı gəlirsən? Mana mı gəlir? Ay, mən köramı? Mən görmürəm, burada sürülən maşınlar, cipləri görmürsən. Köpürmə! Səni bu 200 manatı verim sənə. Keç yaş sat söhbətini bağla. Burada aş yoxdur. Sən sənin mollanın yanında yeyib içəcəksən, yaşlayacaqsan boğazını. Get. Get bu söhbəti. təklif edirsən? Rüşvət yox, hörmət edirəm. Bəbiyaxda mənə elədiyin hörmət deyildimi? Bəbiyaxda mənə qoyduğun qiymət deyildimi? Sən nə verirdin? Bax, içəridə, burada nə verirdin? Demək, mənə rüşvət təklif edirsən sən. Lap çox hörmət edirəm də sənə, hörmət edirəm. Nəsə, Get. gedirəm. Ölünün ruhunu şad olmaq üçün gedirəm. Bəlkə də səsin başına düşdü. Getməyinə gedirəm. Amma qayıdıb gələm. Görəm ki, həmin, bax burada verdiyiniz lülət, ehsanatıq yenə bollu-bollucuğuna qoyulub, yığıb aparacam. Sənin burnuma iyi gəlir. Qonşu pişirib, o pişirib. Hə, biz aş Gedirəm. Get. Gedirəm. Get qardaş, get. Allah köməyin olsun. Gəlin kötünü içəri, eysan verilir. Gəlin get. Ay cəmaət, bunlar onsuz da sizə imkan verməyəcək burada yemək yeyəsiniz. Yavaş-yavaş, gizlin-gizlin bir dənə qaradan, bir dənə şabalıqdan, bir dənə turşudan yiyin. Vurmaq neş olmur, mən indi şərait yaratacam sizə. Amma gizlin-gizlin. Doldur safetkaya, əli və o yan bu yan. Şabalıqdan bir dənə göt, amma görən olmasın. Bunları belədir də, icazə yoxdur da. Mən şərait yaratacam. Narahat olmayın. İndi də deyirlər ki, mollalar yasta aş yeməsin. Başa düşmədim. Biz nəyik bəyəm? Aş görməmişik. Bugün aş yeməsin. Sabah deyəcəklər diskotekaya getməsin. O birisi gün deyəcəklər sigaret çəkməsin. Nə bilim, saytlara girməsin. Belə şey olar, ceyran keçir yolla. Deyəcəklər heç ona fit çalmaq da olmaz, nömrə vermək də olmaz. Həyatdır bu. Belə həyat olar? Olmaz. Hər şey insan ürəyindən keçən hərəkəti eləməlidir. Bir dəfə yaşayırıq. Nə istəyirsiniz, onu da eləyin. Mollaım, mən çox üzr istəyirəm. Bir sual vermək istəyirəm. Məndə mədədə pres problem var. Həkim deyir, hərdən bir 50 qram içməlisən. Siz nə məsləhət görürsünüz? Çox düzgün fikirdir. Elə mənim özümdə də elə bir xəstəlik var idi. Həkim mənə dedi ki, gündə 50 qram iç. Amma mən özümü saxlayıram, içmirəm. Bir ay yığılır 50 qram yığılır. Bir gündə otururam, bir iki butulkanı vururam. Oluram yaşıma uyğun olmayan bir insan. Ağzıma gələn hərəkətləri eləyirəm. Ona söz atıram, buna alça atıram, alma atıram. Oluram, necə deyərlər, bambalı. Alay, Fəri, haradasan? 2 saat səni axtarım, küçələrə düşmüşəm. Hə, məni axtarsan, tapmadın, məni tapmadın. Ala, nə edirsən burada? Hər şey kitab oxuyuram da, eşitsən, universitetə hazırlaşıram, ona görə kitab oxuyuram. Sağ ol, Fəri, ala, get, semiçka sitesində kitab oxuyursan, hə? Onu girmək. Bu, elə belə semişka deyil. Bu semişkanın tərkibində fizioterapiyoloji, sonra nə idi? Nanotexnoloji şeylər var da, molekullar var. Bu tərkibi adam beyninə işləyir. Nə var? Əla tumlar, götür, birini verirəm sənə, götür. Sənin başına gizli sala bal, ha? Semiçka sitesində. Götür, biri bəsindir, birini götürdüm bəs. Əla tum, əla. Dəli dala. Verilişin sponsoru Əla Tumları. Smart Show davam edir. Smart ayaqqabı boyaları qırğın. Şoşu buradadır. Kimdən dalaşırsan ha? Nə olur? Nəzən gələn Camaat baxın. Şoşu qonağımızdır. Smart boyaları, ayaqqabı boyaları. Bax Şoşu. Kariçin. Bizim verilişin qonağısınız da. Siz Kariçin qara ayaqqabılar üçün yağışda, suda, qarda, hər yerdə smart ayaqqabı boyaları istifadə etmək olur. Yəni buyur, ben bunlara verir sizə. Smart boyaları bir səndədir. Qırğın, das fidaniyə, nə bilim, bana qızla görüş, oyan bu. Bunu reklam eləməyə çalışırsan. Yox Şoşu, siz bizim qonağımızsınız. Biz qabaqsan. Smart ayaqqabı boyalarının şoudur. Biz şou yaradırıq. Şoşu müəllimi yola salırıq. Şoşu qardaşımız çox sağ... Allah'ın şükür elə ki kameranın qabağındasan, yoxsa sənin başqa bir şeydə qoyacaqsın. Şu qabağında. Şoşu qardaşımız gedir, o hal-hazırda onu yola salırıq. Davam edirik, Smart ayaqqabı boyaları davam edir və növbəti. Verilişin sponsoru Smart ayaqqabı təmizləyiciləri.
Aa, salam Rəşad, xoş gəlmisən. Mənə bax, ana sən ara, bu hara? Yaxşı ağarma. Kes. Həli Rəşada qulluq elə. Keç atam, keç divə. Qulluq elə, giz danışma orada. Keçin, ey sandı, keçin, yiyin, bir. Gel. Yok aşıya ne? Gel tat. Yemirəm ben aşıya. Bu da geldi. Eşidirsən Şirin. Bunların hamısı aşın iyine geldi. Eşitsən. Şirin. Acele. Kes otur orada. Şirin. Ona aş ver. Koy alttan palit eləməsin. Aş. Arada aş! Aş var burada. Aş yoktur. O söhbət. Palit elə. Söz vur ne? Başa düşdüm. Aş yoktur. Aş yoktur. Aş yoktur burada. Mən sizə bir demədim aş yemin. İnsan daş verməyin. Xiyardır. Dedim demədim. Dedim. Dediniz, O kimdir? O kimdir o ağzını şişirdi. Nəfəs yoluna bax onu. Aş yersən mi? Aş yer o. O evdən gətirir, bankada. Hər gün gedəndə gətirir, evdən çıxanda bankada. Evdən aş gətirir. Yeyir. Abi. Aygılma. Aş yersən mi? Onu dişi işi be. Xəstədir. Onun halı var aşımaya. Yazıq olur. Aş yersən. Aşiyanın balası ölsün. Düzdür. Balası. Rəhmətli oldu. Bax görüm ağzını. Sənin bir dəqiqə nəfəs yolunu yoxlayacağım. Görüm aş yersən yoxsa yeməyibsən. Mən sizdən üzr istəyirəm. Mən bir damcı yemişəm, hiç sıkılan. Sənin canın üçün zararlı olam, mən zararlı olam. Səni buradan birbaşa ekspertiza yaparacağım. Mənə bir nəfəs ver görüm bura. Mən bir də kömək edin deyə mən Nəfəs ver bura. Nəfəs ver. Möhkəm. Nəfəs ver deyirəm. Biraz da möhkəm. Zaqqımın zıqqımın olsun. 12% aş yemişsən. Boğazında qalsın. Deyirəm yeyibdən. Yeməyib, o dünən yeyib. Aya. Aya, indi buradan durursan. Səni götürürəm. Aparıram ekspertizaya. Uy. Ekspert həkim girer nəfəs yoluna. Ağzını açır, yoxlur. Ekspert nə rəy versə, ondan sonra hamısı başınıza oynatacağım. Dur çıkamam. Dur çıkamam birbaşa ekspertizaya. Çıkamam. Aya, elini sal. Oturmuşdunuz da bir aşdan zaten yiyelim. Sana gedirsin. Səni birbaşa ekspertizaya aparıb, mən sizə deyirəm sizə, ay olmur. Tamam. Tamam, düş qabağıma. Yatmayın, durun, paratka dağılır. Gəliblər. Nə yatmağa? Gəliblər. 547 üstə gəl 363 kilo dana əti. Kim gəlib? Nə gəlib? Dana, nə bir şey, Yaslara Nəzarət Komitəsindən gəliblər. Düz yemək vermək olmaz avalar. Qırğındı bayaqdan da zırmaq. Nətər yəni vermək olmaz? Olmaz da. Denən cahamat yasa bəs nəyə gəlir? Yemək gəlir də. İndi evaj getsinlər. Sən bəs ora nəyə qoymuşsun? Apar 200 manat bas divlərdə denən, davay basın bayrağı. Vermişəm 200-də uzatdım, 300-də uzatdım, götürmür. Deyir mənə rüşvət verirsən. Dururuz be, deyir rüşvət verirsən. Bu da yaxşılıq. Elə pul verərlər, denən ki, ay kişi yasdır, sən veririk, bas divinə yola sal, dur. Görürsən Şəmi, mən deyirəm, mənə qulaq asmırlar, aç deyir ki, yeməkləri aparacaq uşaqlar evinə. Durun, uşaqlar evinə. Nə danışır bu? Durun, sən mənə. Hardadılar ha? Sən bizi tutdurasan, Bir rüşvət. sən ora nəyə qoymuşsun? Çok su qaqaş sıtdı yataq düşmə
düşmanlar sattı yazaq, maşınlarda battı yazaq, maşınlarda battı yazaq. Canlı yiyim, gözünü yiyim, canlı yiyim, gözünü yiyim. Telefona zəng gəldi yenə, Murat gör nə deyir sənə. Dedim alo mən, dedi ki mənə, dedim alo mən, dedi ki mənə. Canlı yiyim, gözünü yiyim, canlı yiyim, gözünü Çox belə kişiliyi açqı da taxıb. Deyir yemək olmaz. Aş olmaz, dolma olmaz. Mən də bu yazıq cəmaatın cibinə dolma doldurmuşam, aş doldurmuşam, qaralar belə-belə. Nətər yəni olmaz ha? Nətər yəni olmaz ha? Bax cəmaət yasda yemək yeməsin, nə qayırsın ha? Rahat yeyin, qorxmayın. Çıxar o cibindəkiləri çıxar, rahat ye. Bu nə də qoymayacaqlar, biz bir tikə çörəyimizi qazanaq. Eşitirsən mi sən məni? Durursan palatkanın ağzında. Binokanı. Biz burada belimdə. Tutursan binokla. Gördün tindən çıxdı, bir dənə kəminə Mən xəbər edəcəm. Ağ maşındır. Gələ kim gəlib gedə. Yaxşı, xəbər edəcəm. Get. Tamam. Nə də? Şoşu, belə şey olar ha. Bir nəzarət elə də. Mən başım qarışıb, bir sən nəzarət elə. Mən ofisdə bütün günü plan tuturam. Mən nə qayıram ha? Ha. Dur kim gəlir bura? Vay. Salam eləşib. Rəşad dağlı deyilmi? Salam. İç fəlakəti niyə yanında oxuzurubsan sən? Bu bəyəxdən hər yerə burnunu soxur. Durğuzarsan onu ya. Durğuzarsan. Rahat yeməyinizi yiyin. Narahat olmayın. Vay. Şoşu. Haycan. O yolda gələndə ideyalar demişdim ha sənə. Ay sağ ol. Yığ indi bu dəqiqə Bəhruzu yığ. Yığ Bəhruzu. Alo. Nə oldu ay Bəhruz? Şo geyindiribsən. Götür gəl palatkaya. Götür gəl onun sünnət toyunu eləyirik burada. Davay. Sən, Şoşu. Haycan. Bunu da götürürsən qırmızı lentişkiyi. Qaranı çıxarırsan, qırmızı bağlıysan ora. Dambadıram olacaq. Hanga da ideya şəmidi. Rəşadım yıxanı gözləyir. Yaxşı, yaxşı. Yaxşıdır, yaman fərq eləmə. Söz deməgə yanmasallı yələnkaran fərq eləmə. Yuxarıdan baxırsansa İran fərq eləmə. Sən yuxarıdan baxanda aşağıda çox şey görün. Sən yuxarıdan baxırsan. Mən qohumun yasırdı. Bu nədir ola meyxana deyirsin, baltalıya olmamızı. Lazım deyil, axsaqqal. Axsaqqal. Davam elə, narahat elə. Elə ki, Cavitli miyirdi, mecmə imkan olmayır. Sən deyəndə xiridarlar meydana heyran olmayır. Məclisə 10 nəfər gəlir, əntiqə meydan olmayır. Elə ki, Ay, gəlinlər! Gəlinlər! Elə ki, Cavitli miyirdi, mecmə imkan olmayır. Sən deyəndə xiridarlar meydana heyran olmayır. Məclisə 10 nəfər gəlir, əntiqə meydan olmayır. Elə ki, Rəşad dağlı gəlir, sınaqda çox şey görünür. Elə ki, Rəşad dağlı gəlir, sınaqda çox şey görünür. Ritmi biraz qabağa verək, qabaqda çox şey görünür. Rəşad deyim, meyxanasının ömrü boyu kiçilməyib. Hansı boyda mən demişəm, lafanı Demədim olmamalıdır. Deyilmədim sizə. Yas saxlayın ha. Saxlayın yasa. Son qoyun bu yasa. Bəs bana deyirsiniz ki, qutardı, yemək, içmək, ehsan vermək. Və bu nədir? Nədir bu oyun? Nədir bu oyun? Mən dağdım buraları töküb. Nədir bu oyun burada göstərdiniz? Görmürsən Şoşu, bəs. Nə yazsan, nə danışırsan sənə? Başın xarab ola bə. Bu boyda kişinin kiçik toyudur, buradan meyxanası gəlib, bizim qardaşımız gəlib, zahamat yanı burada. Burası dörmü? Mən səni toylarda görürəm, şadlıqlarda görürəm. Nədir? Çıtmıq vurursan burada, yaslar da çıtmıq vurursan. Yastır! Səsini açma başqa deyən gəlmə. Bura bax kişi. Görmürsən biz burada uşağa sünnət toy eləyirik. Nə gəlmirsən yas. Çatbıq yas. Mənim beynimi toy. Yəni qulaq as. Mən saxlı zəfə deyirəm. Buradan gedərəm, yeməklər də yığıb aparırım. Hara aparsın? Aydın oldu mu? Yığışdırın yeməkləri. Yığışdırın yeməkləri. Yığışdırın yeməkləri deyirəm. Biz saxlı zəfə deyirəm. Hara yığır, Şoşu, gedək baxaq görək bu həqiqətən də uşaq evinə gedir yoxsa yox. O uşaq evinə aparmasa mən onu Yığışdır, Şoşu yığışdır onu. Yığışdır onu, gəl oturma.
Şu nə tər də boşaldır. Ay bu doğrudan da uşaq evinə gətirib yeməkləri. Ay hə. Yasda o ac qarınları doydurmaqdansa gətirib bax belə savab qazanmaq ondan yaxşı idi. Ay güya bunu biz özümüz eləyənməzdik. Əvvəlcədən deydin də mənə. Ondan qabağa düşərdik biz. Gəl. Bozbaşımda çox damağa dəyib, hər dəfə süfrədə yeri görünür. Əz onu bük lavaşa, bozbaş eşqinlə yaşa, yoxdur belə tamaşa, bilet havayıdır. Bozbaşın adı çox qulağa dəyib, həm şöşü bunu düşünür. Getsə də o haraya, Türkiyəyə, Dubaya, sonra yenə Bakıya, vətənə qayıdır. Var, şəmik, şöşü, şirin hələ, fəlakətin özü də ağsaqqalda. Hər dəfə bozbaş pikçer sizə gülmən baxmalı nəsə gətirir. Hər dəfə dəhşət qırğın məzə, ATV hər yeri səsə gətirir.